Geceler qırmaqları atandan sonra belə adamsız dərələrə gəlib girirəm. Burada bir de görsən heyvan olur gece yatmağa. Dərə diyeceğin xəndəydi də bura. Olur ki saatlarla otururam da burada. Saatlarla otururam ve gece sakitlikdən burada qulaq deşilir də. Ara bir özümü fikirləşirəm ki, bəlkə mən psixikam pozulub, o qədər təklikdə, sakitlikdə qalmışam ki, artıq insan cəmiyyətin götürmür başım. Sonra qayıdıram Bakıya, şəhər həyatına. İnsanların neyin üstündə birbiriyle didişdiyin, qırışdığını görürəm. Neyin üstündə mübahisələr, necə davranışlar. Düşünürəm ki, hələ vallahi buralar yaxşıdır. Allah haqqı, yaradana and olsun.